9-cu siniflər üçün hazırladığım natural ədədlər sınaq 2-nin həllərinə baxaq. Birinci, 240-dan kiçik natural ədədlərin neçəsi 240 ilə qarşılıqlı sadədir? Bunu Euler funksiyasının köməkliyi ilə hesablamaq lazımdır. 240-ı sadə vuruqlara ayırsaq, 240, 2-yə 120, 2-yə 60, 30, 2-yə 15, 3-ə və 5, 5-ə bir dəfə. Deməli, 240-ın sadə vuruqlara ayrılışı 4 sayda 2, 1 ədəd 3 və 1 ədəd 5-dən ibarətdir. Onda 240 ilə qarşılıqlı sadə olan, 240-dan kiçik olan ədədlərin sayı 2 üstü 4 vurulsun 1 çıx 2-də 1, 3 üstü 1 vurulsun 1 çıx 3-də 1 və 5 üstü 1 vurulsun 1 çıxılsın 5-də 1-ə bərabərdir. Bunu da hesablasaq 2 üstü 4 16-dır. 16 vurulsun 2-də 1, 3 vurulsun 3-də 2 və 5 vurulsun 5-də 4 olacaq. İxtisarları aparsaq bərabər olacaq 64-də. Birinci sualda düzgün cavab C variantı. İkinci sual. Əbob 7 vurulsun 10 üstü 6, 5 vurulsun 10 üstü 8-i hesablayaq. Bunu sadə vuruqlara ayırıb da tapmaq olar və yaxud 7 vurulsun 10 üstü 6 olduğu kimi qalır. 5 vurulsun 10 üstü 8-i 5 vurulsun 10 üstü 6 vurulsun 10 üstü 2 şəklində yazsaq, buradan hər ikisinin ortaq vuruğunun 10 üstü 6 olduğunu görürük. 10 üstü 6-dan başqa da ortaq vuruğu yoxdur. Bunların əbobu 10 üstü 6-dır. Və yaxud sadə vuruqlara ayırıb da tapmaq olar. Üçüncü sual. 2 natural ədədin ortaq olmayan sadə vuruqlarının hasili 14. Bunu C kimi işarə edək. Ortaq sadə vuruqlarının hasili isə 6-dır. Ortaq sadə vuruqların hasili əbob deməkdir. Onda həmin ədədlər A və B olsa, onların əbobu, əbob AB bərabər olacaq 6-ya. Bu ədədlərin hasili soruşulur. Əbob kvadrat AB, yəni əbob AB-nin kvadratı bərabərdir AB bölünsün C-yə. Əbob AB 6-dır. 6-nın kvadratı 36. AB bölünsün C isə 14. 36-nı 14-ə vursaq, AB-ni taparıq. AB bərabərdir. 36-nı 14-ə vursaq, 504 olacaq. Üçüncü sualda cavab A variantı. Dördüncü sual. Hasil vuruqların hər birindən 8 dəfə böyükdür. Bu vuruqların cəmi ən çox neçə olur? A vurulsun B bərabərdir C yazılışında A və B vuruqlar, C isə hasildir. Şərtə görə hasil hər bir vuruqdan 8 dəfə böyükdür. Yəni C həm 8A-ya, həm də 8B-yə bərabərdir. Onda buradan alırıq ki, bu bərabərliyin hər iki tərəfini 8-ə bölsək, A-nın B-yə bərabər olduğunu alarıq. Deməli, A və B eynidir. A və B eynidirsə, onda C 8A olsa, A və B-nin hər ikisini A-nı olduğu kimi saxlayıb B-nin əvəzinə də A yazsaq olacaq A kvadrat bərabər 8A. Bir tərəfə yıxsaq A kvadrat çıx 8A bərabərdir 0. Buradan A-nı mötərizə xaricinə çıxarsaq, deməli A ya 0-a bərabərdir, ya da 8-ə. A və B-nin cəmi AB-yə bərabər olduğuna görə 2A-dır və ən çox A bərabərdir 8 olduğu da olur. 2-ni 8-ə vursaq, cavab olacaq 16 D variantı. 5-ci sual. 1473-ün üstü 5 vurulsun 2437-nin kubu hasilinin 4-ə bölünməsindən alınan qalığı tapın. 1473-ün 4-ə bölünməsindən alınan qalıq 1. 2437-nin
4-ə bölünməsindən alınan qalıq da 1-ə bərabərdir. Onda 1473 üstü 5-in 4-ə bölünməsindən alınan qalıq 1 üstü 5. 2437-nin kubunun 4-ə bölünməsindən alınan qalıq 1 üstü 3-ə bərabərdir. Bu da 1-ə bərabər olduğuna görə deməli bu hasili 4-ə böldükdə qalıqda 1 alınır. Düzgün cavab B variantı. 6-cı sual 36 ədədi neçə üsulla 2 müxtəlif natural ədədin hasili kimi göstərmək olar? 36 ədədini sadə vurğulara ayırsaq 2-nin kvadratı vurulsun 3-ün kvadratıdır. 36-nın natural bölənlərinin sayı bərabərdir 9 olur. Bu 9 natural böləndən biri 6-dır. 36 6-ya 6 dəfə bölünür. Ona görə də vurğuların müxtəlif olmaq şərtini nəzərə alsaq, 9-dan 1-in çıxırıq, qalır 8. Və bu 8 böləni 2-2 qruplaşdırmaqla 2 ədədin hasilini düzəldirik. Ona görə də 8-i 2-yə bölsək, cavab 4 olacaq. Bunu açıq şəkildə yazıb da görmək olar. Yəni, 36-nı 1 vur 36 yazmaq olar. 2 vurulsun 18, 3 vurulsun 12, 4 vurulsun 9, 6 vurulsun 6 yazmaq olar. Vurğular müxtəlif olduğuna görə 6 vur 6 halı nəzərə alınmır və 1, 2, 3, 4 müxtəlif formada yazmaq olar. Hansı ki, burada vurğuların yer dəyişməsi də nəzərə alınmır. Yəni, 36 biri ayrı bir variant kimi götürmək olmaz. Ona görə də düzgün cavab C variantı olacaq. 7-ci sual. A və B natural ədədlər olduqda A kvadrat üstəgəl 2B kvadrat ifadəsinin qiyməti tək ədəddir. Bu tək natural ədəddir. Aşağıdakılardan hansının qiyməti həmişə tək ədəddir? Bunun tək olması üçün 2B kvadrat cüt ədəddir. Nəticənin tək ədəd olması üçün deməli A-nın kvadratı olmalıdır tək ədəd. Çünki tək ədədlə cüt ədədi toplasaq nəticə tək ədəd alınır. A kvadrat tək ədəddirsə, deməli buradan çıxır ki, A özü tək ədəddir. A tək ədəddir, 3A-da tək eləyəcək, B tək də ola bilər, cüt də ola bilər. Ona görə də A variantının tək və ya cüt olmağı haqqında dəqiq deyə bilmərik. Bunlara əsasən dəqiq deyə bilmərik ki, bu təkdir, yoxsa cütdür. B variantında bu təkdir, B cüt də ola bilər, tək də ola bilər deyə B variantı da olmaz. C variantında 2A kvadrat üstəgəl 4. Bu onsuz A-nın istənilən qiymətində cütdür. D variantı A kubu üstəgəl 8. A kubu tək ədəddir. 8 cüt ədəddir. Tək və cütün cəmi həmişə tək olduğuna görə düzgün cavab D variantı olar. Y variantı da A kvadrat təkdir. AB cüt də ola bilər, tək də ola bilər. Ona görə də Y variantı da olmaz. Düzgün cavab 7-də D variantı. 8. 84 ədədinin neçə mürəkkəb böləni var? 84 ədədini sadə vurğulara ayırsaq 84 bərabərdir. 21 vurulsun 4, yəni 2-nin kvadratı vurulsun 3, vurulsun 7. 84-ün 3 sadə böləni var. 2, 3 və 7 84-ün sadə bölənləridir. Yəni 84 sadə ədədlərdən 2, 3 və 7-yə bölünür. Deməli, sadə bölən 3 saydadır. 84-ün natural bölənləri. Natural bölən. Natural bölənlərinin sayı 2 üstəgəl 1, 1 üstəgəl 1, 1 üstəgəl 1 hasilinə bərabərdir ki, bu da 3 vur 2 vur 2 bərabərdir 12 olur. Və bir də 1. 1 nə sadə, nə də mürəkkəb ədəd deyil. Deməli, mürəkkəb bölənlərin sayını tapmaq üçün natural bölənlərin sayından 12-dən sadə bölənlərin sayını, yəni 3-ü, birdən nə sadə, nə mürəkkəb olanların sayını, daha doğrusu, yəni
1-i çıxırıq. 1 nə sadə, nə mürəkkəb deyil. 12 çıx 3. 9. 9-dan 1 çıxsa cavab olacaq 8 sayıdır. 1-i nəzərə almadan hesabladıqda cavab 9 alınır, bu səhvdir. 9-cu sual. Hesablayın. Əbob 1001, 1003. Ardıcıl tək ədədlərdir. Ardıcıl tək ədədlərin əbobu 1-ə bərabərdir. Ona görə də düzgün cavab A variantı olar. 10-cu sual. Əkob 28 üstü M, 49 üstü M bərabərdir 196. 28 üstü M-i yaza bilərik belə. 2 üstü 2M vurulsun 7 üstü M. 49 üstü M-i yaza bilərik. 7 üstü 2M. Bu iki ədədin əkobunu tapsaq, bunların əkobu eləyəcək 2 üstü 2M vur 7 üstü 2M-ə bərabərdir 196. Bu 14 üstü 2M deməkdir. 196 da 14-ün kvadratı deməkdir. Deməli, buradan alırıq ki, 2M bərabərdir 2. M 1-ə bərabər alınır. M 1-dirsə, onda hesablasaq əbob 2M üstəgəl 3, 3M üstəgəl 7-nin qiymətin bu bərabər olacaq əbob 5, 10. 5 və 10-un əbobu isə 5-ə bərabərdir. Düzgün cavab olacaq 10-da A variantı. 11-ci sual. Əbob A3, 3A bərabərdir 9 olarsa, A üstə 18 üstəgəl 24 ədədinin son rəqəmini tapın. A3 ədədi və 3A ədədinin əbobu 9-dursa, bu deməkdir ki, bu ədədlərin hər ikisi ən böyük 9-a tam bölünür. A3 və 3A-nın 9-a bölünməsi üçün A 6 olduqda mümkündür. A 6-dırsa, deməli bu ədədlər 63 və 36-dır. Həqiqətən də 63 və 36-nın əbobu 9-dur. İndi 6 üstü 18 üstəgəl 24-ün son rəqəmini tapın. 6 üstü neçə olursa olsun, 6-nın istənilən natural üstü qüvvətinin son rəqəmi 6 olur və 24-də də son rəqəm 4 olduğuna görə, onda burada son rəqəm axırı 0 olacaq. Düzgün cavab olacaq C variantı. 12-ci sual. 1 kiçik bərabər x kiçik bərabərdir 137. Şərtini ödəyən 5-ə bölünən neçə cüt ədəd var? 5-ə bölünən cüt ədəd 10-a bölünən ədəd deməkdir. Bunu bir neçə üsulla tapmaq olar. Belə ki, 137-ni 10-a bölüb tam hissəsini götürməklə tapmaq olar. Və yaxud burada birinci bu şərti ödəyən ədəd 10-dur. Daha sonra 20, 30 və s. Sonuncusu 130-dur. 130-dan 10 çıxıb 10-a bölüb üzərinə 1 əlavə etməklə də tapmaq olar. Bu da 13-ə bərabərdir. Və yaxud belə də 10-dan başlayır. 10, 20, 30. Yəni hər birin 10-a bölsək bunların birinci 1 dəfə bölünür, ikinci 2 dəfə, üçüncü 3 dəfə və s. Axırıncı 13 dəfə bölünür. 1-dən 13-ə kimi 13 natural ədəd olduğuna görə 13 sayda bu şərti ödəyən ədəd olduğunu demək olar. Ona görə də 12-ci sualda cavab olacaq B variantı. 13-cü sual. X bölünsün Y bərabərdir 36 bölünsün 54. X və Y ədədləri qarşılıqlı sadə ədədlər olarsa, X, Y hasını tapın. 36 və 54 hər ikisi 18-ə tam bölünür. 36 və 54-ün əbobu 18-dir. Bu 18-ə 2 dəfə, bu isə 54 isə 3 dəfə bölünür. X və Y qarşılıqlı sadədirsə, deməli X 2-dir, Y 3-ə bərabərdir. X, Y hasili isə 6-ya bərabərdir. Düzgün cavab Y variantı. 14-cü sual. 5-ə bölündükdə qalıqda 2, 4-ə bölündükdə qalıqda 1 alınan ən kiçik natural ədədin rəqəmləri cəmini tapın. 5-ə bölündükdə qalıqda 2 alınan bir ədəd X olsun. X ədədin 5-ə böldükdə qalıqda 2 alınır. 4-ə böldükdə qalıqda 1 alınır. Burada 3 ədəd bir-birinə bərabər olur.
Bu bərabərliyin hər tərəfinə 3 əlavə etsək, x üstəgəl 3 bərabər 5k üstəgəl 5, 4n üstəgəl 4. Deməli, x üstəgəl 3 bərabərdir 5 vurulsun k üstəgəl 1, 4 vurulsun n üstəgəl 1. Onda x üstəgəl 3 bərabərdir 5-ə və 4-ə bölünən bir ədədə. 5-ə və 4-ə bölünən ən kiçik ədəd, ən kiçik natural ədəd 20 olduğuna görə x bərabərdir 17 olacaq. Rəqəmləri cəmi isə 1 və 7-nin cəmi 8-ə bərabər olacaq. D variantı. 15-ci sual. A üstəgəl 3b bərabərdir 4. AB natural ədədlərdir. 9A üstəgəl 7 ifadəsinin qiymətini tapın. A və B natural ədədlər olduğuna görə B-nin qiyməti burada yalnız və yalnız 1 ola bilər. Çünki B-nin qiyməti natural ədəd kimi 2 və 2-dən daha çox olsa, bu bərabərlik mümkün deyil. Çünki 2-ni 3-ə vurduqda artıq 6 olur. Onun üzərinə başqa bir natural ədədi əlavə etdikdə artıq 4-dən böyük olmuş olur. Ona görə də B hökmən 1-ə bərabərdir. Onda bu 3 oldu, bu toplananın qiyməti. A-dakı 1 olmalıdır ki, bu bərabərlik mümkün olsun. Deməli, A da B də 1-ə bərabərdir. 9A üstəgəl 7 ifadəsinin qiyməti 9 üstəgəl 7 16-ya bərabərdir. C variantı. 16-cı sual. 5-ə bölündükdə qalıqda 3 alınan 3 ardıcıl natural ədədin cəmi 579 olarsa, bu ədədlərdən kiçiyini tapın. 5-ə bölündükdə qalıqda 3 alınan 5n üstəgəl 3, 5n üstəgəl 8, 5n üstəgəl 13. Biri 5n üstəgəl 3-dürsə, ondan sonra gələni tapmaq üçün üzərinə 5 əlavə eləmək lazımdır. Bunların cəmi 579. Yəni 15n üstəgəl 24. Bunları toplasaq 3, 8, 13-ün cəmi eləyəcək 24 bərabərdir 579. 15n bərabərdir 555. N bərabərdir 555-i 15-ə bölsək 37 dəfə bölünəcək. Ən kiçik soruşulur. Yəni 5n üstəgəl 3 bərabər 5 vur 37 üstünə gəlsin 3. Bu da bərabərdir 185 üstünə 3 gəlsək 188 olacaq. 16-cı sualın cavabı 188. 17-ci sual. A və B natural ədədləri üçün əbob AB A vur B olarsa A üstəgəl B ədədlərinin cəmini tapın. Əgər A və B-nin əbobu A vur B-dirsə, onda A ədədi də AB-yə tam bölünür, B ədədi də AB-yə tam bölünür. Onda buradan alırıq ki, B vurulsun K bərabər 1. İkincidən alırıq ki, A vurulsun N bərabərdir 1-ə. Birinci bərabərliyin hər iki tərəfini A-ya, ikincinin hər iki tərəfini B-yə bölmüşəm. İki natural ədədin hasili o vaxt 1 olur ki, vuruqların hər biri 1 olsun. Onda buradan alınır ki, B bərabərdir, A bərabərdir, K bərabərdir, N bərabərdir 1 olmalıdır. A və B-nin cəmi soruşulur. A üstəgəl B bərabərdir 2 olacaq. 18. Ədədin son iki rəqəminin cəmi 18 olarsa, ədədin son iki rəqəmi topladıqda o zaman 18 olur ki, sonuncu rəqəm, sonuncu iki rəqəm 9 və 9 olsun. Başqa halda bu mümkün deyil. 18-dən kiçik olur. Ədədin 5-ə bölünməsi üçün sonuncu rəqəmi ya 0 olmalıdır, ya 5 olmalıdır. Burada sonuncu rəqəm 9 olduğuna görə, onda bu ədədi biz 5-ə bölsək, qalıq burada alınacaq 4. 5-ə bölünməsinə alınan qalıq 4-ə bərabərdir. 18-də düzgün cavab olacaq 4. 19. 77 vurulsun 54. Üstünə gəl. 77 vurulsun 54. Üstünə gəl.
77 vurulsun 46 bərabərdir. 77 mötərizi xaricinə çıxsa qalacaq 54 və 46-nın cəmi. 77-ni vurarıq. 54 və 46-nın cəmi 100-ə. Bu da 7700 olacaq. 20-ci sual. 36 və 48 ədədlərinin neçə ortaq natural böləni var? Əvvəlcə 36 və 48-in əbobunu tapaq. 36 və 48-in əbobu 12-yə bərabərdir. 12-nin natural bölənlərin sayını hesablamaq üçün onu sadə vuruqlara ayıraq. 12, 2-nin kvadratı vur 3 üstü 1-dir. 12-nin natural bölənlərinin sayı 2 üstəgəl 1, 1 üstəgəl 1-ə, yəni 3 vurulsun 2-yə, yəni 6-ya bərabərdir. Başqa cür bölənlərin bir-bir yazıb da bunu görmək olar. 36-nın bölənləri 36 1-ə 36 dəfə bölünür, 2-yə 18 dəfə bölünür, 3-ə 12 dəfə bölünür, 4-ə 9 dəfə bölünür və 6-ya 6 dəfə bölünür. 48-in bölənləri 1-ə 48 dəfə bölünür, 2-yə 24 dəfə bölünür, 3-ə 16 dəfə bölünür, 4-ə 12 dəfə bölünür və 6-ya 8 dəfə bölünür. Buradan da görmək olar ki, 1, 2, 3, 6, 4 və 12 bu iki ədədin ortaq natural bölənləridir. Yəni, onların sayı 6-dır. 21-ci sual. Diaqramda verilənlərə əsasən əbob AB-ni tapın. Diaqrama diqqətlə baxsaq, A ədədində 2 sadə vuruğundan 5 saydadır. 2 üstü 5. Daha sonra 3-dən 2 ədəd 3 üstü 2. 5 vuruğu isə 4 dəfə iştirak edir. 5 üstü 4. B ədədində isə 2 vuruğu 6 dəfə, 3 vuruğu 3 dəfə, 5 vuruğu 1 dəfə iştirak edir. Onda bunların əbobunu hesablasaq, əbob AB bərabərdir. Hər ikisində ortaq ikilərin sayı 5 saydadır. Üçlərin sayı 2 və bir dənə 5 ortaqdır. Bir dənə 5 ortaq olduğuna görə bu hasili hesablayaq. 32 vur 9 vurulsun 5, bu da bərabərdir 1440 olacaq. 22-ci sual. Anar hər 5 gündən 1. Anar 5 gündən 1. Amil hər 3 gündən 1. Samir isə hər 2 gündən 1 idman zalına gəlir. Onların hər üçü 1 dekabr tarixində ilk dəfə idman zalına gəliblərsə, növbəti dəfə hansı tarixdə onların hər üçü bu zalda görüşəcək? Bu 3 ədədin hər üçünə bölünən ən kiçik ədədi tapmalıyıq. Yəni, bunlar üçün əkob tapmalıyıq əvvəlcə. Əkob 2, 3 və 5. Bu bərabərdir 2, 3, 5 qarşılıqlı sadə ədədlər olduğuna görə 30 olacaq. Yəni, ən azı 30 gün keçməlidir ki, onların hər üçü yenidən zalda olsunlar. Və onlar ilk dəfə 1 dekabr tarixində bu zalda olurlarsa, daha sonra 30 gün keçdikdən sonra təzədən bu zalda olacaqlar. 30 gün keçsə, 1-in üstünə 30 gəlsə, bu da olacaq 31 dekabr tarixində ikinci dəfə görüşəcəklər. 22-də cavab olacaq 31 dekabr. 23-cü sual. Ümumi uzunluğu 2,42 metr olan skamya üzərinə şəkildə göstərildiyi kimi iki yanaşı taxta arasındakı məsafə 1 sm olmaqla eyni ölçülü taxtalar tikilmişdir. Hər bir taxtanın eni 8 olarsa, taxtaların ümumi sayını hesablayın. Burada taxtaların hər birinin eni 8-dir və aralarındakı məsafələr isə 1 sm-dir. Taxtaların sayını bilmirik. Tutaq ki, n sayda taxta var. N sayda belə taxta varsa, onda hər birinin eni 8 olduğuna görə taxtaların qısa tərəflərinin cəmi 8n olacaq.
və n sayda taxta arasında məsafələr n çıxılsın 1 sayda olur. N çıxılsın 1 sayda ara məsafəsi olur və hər biri də 1 santimetrdir. Yəni biri n çıxılsın 1-ə vursaq, o da n çıxılsın 1 santimetr eləyəcək. İndi məsafələr və 8 santimetrlərin cəmi, 1 santimetrlər və 8 santimetrlərin cəmi olacaq 2,42 metr, yəni bunu da santimetrlə yazsaq 242 santimetr. Alarıq ki 9n bərabərdir 243, n bərabərdir 27. Deməli, burada 27 sayda taxta var. 24-cü sual. 2AB bərabərdir 5A üstünə gəl 4B üstünə gəl 201. AB cüt ədədinin rəqəmləri cəmini tapın. 2AB ədədinin açılışını yazsaq olacaq 200 üstünə gəl 10A üstünə gəl B bərabərdir 5A üstə gəl 4B üstə gəl 201. 5A çıxılsın 3B bərabərdir 1 alınır. Bunu da biraz sadələşdirsək 5A bərabərdir 3B üstünə gəl 1 alarıq. Yəni 3B-ni digər tərəfə keçirsək. İndi AB cüt ədəd olmalıdır. Deməli, belə çıxır ki, B cüt rəqəm olmalıdır. Cüt rəqəmlər, yəni B 0, 2, 4, 6 və 8-dən biri olmalıdır. 0 olduqda bu ifadənin qiyməti 5-ə bölünmür, 2 olduqda da bölünmür, 4 olduqda da, 6 olduqda da bölünmür. Amma 8 olanda bölünür. Onda 5A bərabərdir. 8-i 3-ə vursaq 24, üzərinə 1 gəlsək 25. Onda A-nın qiyməti tapılacaq 5. AB cüt ədədinin rəqəmləri cəmini tapın. Deməli, AB cüt ədədi 58-dir. Üstünə xətt çəkməyə ehtiyac yoxdur artıq. 58-in də rəqəmlərin cəmi 5 üstünə gəl 8, 13 olur. 25-ci sual 150 santimetrlik və 240 santimetrlik uzunluğunda 2 ip eyni uzunluqlu hissələrə itkisiz olaraq bölünərsə, ən azı neçə belə hissə alınır? Deməli, 150 və 240-ın hər ikisinin bölündüyü ən böyük ədədi, natural ədədi tapmalıyıq. 150 və 240-ın əbobunu tapmalıyıq. Əbob 150, 240 bərabərdir. 150 və 240 hər ikisi ən böyük 30-a bölünür. Deməli, hər bir ipi ən böyük 30 santimetrlik hissələrə bölə bilərik. 150 santimetri 30 santimetrlik hissələrə bölsək, alınan hissələrin sayı 5 olacaq. 240 santimetrlik ipi 30 santimetrlik hissələrə bölsək, burada 8 hissə alınacaq. Alınan hissələrin ümumi sayı isə ən azı neçə belə hissə alınar? 5 üstünə gəlsin 8 bərabərdir 13 olacaq. Beləliklə 25-də cavab ona görə 13 olacaq.